Mart ayının statistikasına görə ölkə üzrə bankomat sayı 3374-ə çatıb. Bunun 1806 ədədi Bakıda, 1568 ədədi isə regionlardadır. Lakin əmək haqqı, pensiya və müavinətlər ölkədə əsasən iki bank vasitəsilə ödənildiyindən bankomatların qarşısında uzun-uzadı növbələr yaranır. Bu da zaman etkisinə və gərginliyə səbəb olur. Bir də gedirsən ki, görürsən ki, cəmaət yığılıb, növbə çoxdur. Gözləyə bilmirsən, istəyirsən ki, gedəsən başqa bankdan alasan, ala bilmirsən. Maaş aldığımız bank digər bütün banklardan əmək haqqını çıxardan da komissiya tutur. Minimum komissiyası var və 1%-dir bu normalda. Əlbəttə bu bizim üçün çətinlikdir. Çünki hər zaman aldığımız maaşa, aldığımız bankın növbəsinə durmaq çətin olur, çox adam olur qarşılarında ATM-lərin. Yəni maaş aldığım bank bizə yaxını yoxdur, məcburən başqa bankdan gedən müraciət, onda da bizdən 1 manat faiz tutulur. 10 manat da alsan 1 manat çıxırlar. Artıq bu çətinliklər aradan qaldırılacaq. Çünki vətəndaşlar maaş və təqaüdlərini istədikləri banklardan komissiyasız əldə edə biləcəklər. Bununla bağlı artıq müvafiq işlər də aparılır. Təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə vəsaitlərin alınması üzrə sərbəst bank seçimi imkanının yaradılması məqsədi ilə hazırda Mərkəzi Bank tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə görülməli işlər barədə aktiv müzakirələr aparılır. Qeyd olunan modelin əsas üstünlüyü təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə onlara xidmət göstərən bankı müstəqil seçmə imkanını təqdim etmək, habelə müştəri bazasının formalaşdırılması üzrə banklar arasında rəqabətliliyin artırılmasına dəstək göstərir. Ölkə qanunvericiliyinə görə isə hər bir şəxsin öz maaş və pensiyasını istədiyi bankdan almaq hüququ var. Bunun üçün vətəndaşla həmin bank arasında hesab açılmalı və hesabın idarə olunmasına dair könüllü müqavilə imzalanmalıdır. Bu praktika Azərbaycanda yayğın deyil, belə ki, işə götürənlər daha çox marağındadırlar ki, özlərinin əməkdaşlıq elədiyi, müştərisi olduğu bankların hesablarını açsınlar və işçilərə birbaşa maaş köçürmələrini və digər köçürmələri həmin banklardan birbaşa etsinlər. Əmək pensiyaları haqqında qanunun 37-ci maddəsinə görə isə əmək pensiyasını ödəyən müvafiq dövlət qurumu tərəfindən deməli köçürmələrin olunması mütləq şəkildə onların tərəfindən təyin olunan bank hesabına olunmalıdır. Ekspertlər hesab edirlər ki, yeni qanun həm vətəndaşların, həm də bankların xeyrinə olacaq. Hazırda dünya təcrübəsində bu mexanizm uğurla tətbiq olunur. Təqaüd, maaş kartı müəyyən bir bankdandır, lakin həmin rayon ərazisində isə digər bankların bankomatı var və bu zaman bankomatdan istifadə edərkən, əmək haqqını məxaric edərkən müəyyən olmuş tariflər əsasında komissiyalar tutulur ki, bu da vətəndaşın əlavə məbləğ itkisinə, əlavə pul itkisinə səbəb olur. Bu qanun qəbul olunduğu təqdirdə isə əhali artıq bir bankomata yox, bir neçə bankın bankomatlarından istifadə edəcək. Bu birinci növbədə əhalimiz üçün xeyirlidir ki, öz vaxtlarını növbələrdə və yaxud da bankomat qarşısında keçirməyəcəklər. Banklar üçün isə o cəhətdən xeyirlidir ki, onlar geniş müştəri kütləsinə əhatə etmiş olacaqlar, geniş müştəri kütləsinə malik olacaqlar və gələcəkdə həm kredit, həm depozit, həmçinin digər əməliyyat məhsullarının, xidmətlərin göstərilməsində bu əhali kütləsindən istifadə edə biləcəklər. Bu həm də vətəndaşların digər banklara olan inamını artıracaq. Banklar üçün müsbət tərəflərdən biri də odur ki, onlar özlərinə yeni müştəri bazası toplayacaqlar. Vüsal Arifsoy, Emin Tağıyev, Səbuy Sadiq, Telesəhər.